Qapınızın rəngi nə rəngdir? Heç mən bilmirəm. Olmaz axı, mən adamlar var ki, heç bilmirəm qapısının rəngi nə rəngdir, amma mən durum evimdən danışım. Bu da işdir, qardaşım. Bu mənim öz fikrimdir. Yox, bax. Bax nədir, mənim sənin qardaşım. bu yanaşman var ha. Qulaq as mənim qardaşım. Sənin bu yanaşman gözəldir. Gör nə deyirəm də qardaş, mən o adamla şəxsi söhbət eləyərəm ki, o adamla şəxsi münasibətim var, onun şəxsi məsələlərindən mənim də xəbərim var. Bəli. Başa düşdün qardaş? Ay. Bu da bu efirdə misal üçün bizi izləyirlər, Allah hamd olsun, sayırsan. Misal üçün mən misal üçün elə bir adam da var ki, tanımırsan, onunla bir balaca adi bir zarafat eləyirsən. Həddin aşır. Zarafat eləməyə peşman edirlər. Qaldı ki, şəxsi nəsə danışasansa, sabah ona görə peşman olasan, olmayasan. Misal üçün adam da var ki, deyir əşi olsun da, mən o əşi olsunları keçə bilmirəm. Düzdür, elə muskulum falan yoxdur, amma yəni şəxsiyyət olaraq mən o şeylərə yəni ciddi baxıram. Olmaz yəni. Əlbəttə ki, olmaz. Misal üçün, musiqidən mənə irad tuta bilərlər, musiqi barəsində danışıb kimsə xoşam. Amma mən icazə vermərəm ki, mən şəxsi mənə aid olanı müzakirə halına gətirim. Mən tam razıyam yanaşmağına. İndi